qat bucaqda deyilir. 2 qat arqumentdə deyilir. X ilə yazırıqsa arqument olaraq, alfa ilə yazırıqsa bucaq olaraq deyilir. 2 qat bucaq düsturları. Nədir bu? O biraz əvvəl yazdıq ki, sinus alfa üstəgəl beta bərabərdir. Nəyə bərabər idi bu? Sinus alfa vurulsun kosinus beta üstəgəl sinus beta vurulsun kosinus alfa yazmış. Elə təsəvvür ki, betanın yerinə də alfa yazıram. Sinus alfa üstəgəl alfa eləyəcək sinus 2 alfa. Bərabərdir. Sinus alfa vurulsun kosinus alfa, üstəgəl sinus alfa vurulsun kosinus alfa. Birindən 2 dənə olmuş olur. Yəni bu olacaq 2 vurulsun, sinus alfa vurulsun kosinus alfa. Buradan yazıram təzədən. Sinus 2 alfa bərabərdir. 2 vurulsun sinus alfa vurulsun kosinus alfa. Bu düstur budur. Əsas düstur. İndi buradan çıxan bəzi düsturlar var. Nələr var? Həmişə burada 2 alfa olması şərt deyil. İstənilən burada hansı bucaq olur olsun. Məsələn, tutaq ki, sinus 4 alfanı yazırıqsa, yenə 2 qat bucaq düsturuna görə yazacağım 2 vurulsun. Sinus görürsünüz burada 2 alfadır, burada alfadır. Nə deməkdir bu? Bucağı yarıya bölmüşük. 2-yə bölmüşük. İndi 4 alfadırsa 2-yə bölürük, olacaq 2 alfa vurulsun kosinus 2 alfa. Və ya tək ədəd olsun burada, cüt olması şərt deyil. Məsələn, deyəcək ki, biz sinus alfanı 2 qat bucaq düsturuna görə açmaq lazımdır. Yazacağım buradan 2 vurulsun sinus alfa bölünsün 2, kosinus alfa bölünsün 2 yazırıq. Və ya bizə bu lazım olacaq. Sinus alfa vurulsun kosinus alfa nəyə bərabər idi? Xatırlayırsınız, bundan əvvəlki bölmədə bax buna aid sualları deyirdik ki, yazmayaq, çünki keçməmişik. Sinus alfa vurulsun kosinus alfa elə təsəvvür ki, bax budur. Buradan biz bu ifadəni tapırıq. Yəni sinus 2 alfanı hər tərəfi 2-yə bölsək, bu düşür. Sinus alfa vurulsun kosinus alfa olacaq 2-də 1 sinus 2 alfa. Bunlar hamısı sinus 2 alfaya aiddir.